və reyslərə təsir edib, bir çox ölkə uçuşlara məhdudiyyət qoyub. İndi isə biz Berlinə bağlanacağıq. Xüsusi müxbirimiz Günay Məmmədova Almaniyadakı vəziyyətlə bağlı bizə məlumatları çatdırır. Günay, hər vaxtınız xeyir. İsrailin İrana qarşı hücumundan sonra bir çox beynəlxalq hava yolları şirkətləri İsrail, İran və İraq hava məkanından istifadəni dayandırdı. Bəzi reyslər başqa marşrutlara yönəldildi, digərləri isə ümumiyyətlə ləğv olundu. Almaniya Hava Yolları şirkəti Lufthansa da bölgədəki təhlükəsizlik səbəbilə İsrail və İrana bütün uçuşları dayandırdı. Bu qərar regionda baş verən son hərbi gərginliklə birbaşa əlaqəlidir. Bu tədbirlər sərnişinlərin təhlükəsizliyini təmin etməyə yönəlib və qeyd edeyim ki, bölgədə artan hərbi təhlükə ilə bağlı Netanyahu Almaniyanı əvvəlcədən xəbərdar edib. Yerli nəşr Spiegel məlumatına görə İsrailin baş naziri Benjamin Netanyahu planlaşdırılan hücumdan qısa müddət əvvəl Almaniya kansleri Friedrich Merzə gecə saat 2:30 radələrində zəng edib. İsrail özünü və vətəndaşlarını müdafiə etmək hüququna malikdir deyə Friedrich Merz bəyan edib. O əlavə edib ki, İranın nüvə proqramı nüvə silahlarının yayılmaması haqqında müqavilənin müəddalarını pozur və bütün region, xüsusilə də İsrail dövləti üçün ciddi təhlükə yaradır. Almaniya kansleri həmçinin tərəfləri regionda daha çox gərginliyə və eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırır. Qeyd edeyim ki, İsrail və İran arasında gərginliyin artması fonunda Almaniya Nazirlər Kabineti bu ölkədəki öz vətəndaşlarını qorumaq və Almaniya ərazisindəki Yəhudi və İsrail müəssisələrinin mühafizəsini gücləndirmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirir. Və onu da qeyd edeyim ki, bu gərginlik təkcə yaxın şərq deyil. Göründüyü kimi Avropanı da silkələyir. İsrailin İrana hücumu Almaniya üçün təkcə diplomatik deyil, eyni zamanda təhlükəsizlik və miqrasiya baxımından da ciddi nəticələr doğura bilər. Belə, mənim çatdıracaqlarım bunlar idi. Buyurun, söz sizdə. Təşəkkür edirəm Günay sizə.